Salam, hər vaxtınız xeyir olsun. Gəlin sizlərlə belə bir maraqlı say sistemi sualına baxaq. Gördüyünüz kimi, say sistemimizin əsası 25-likdir və bizdən nə tələb edilir? 5-lik say sistemində ifadə etməmiz. Öncelikle yəqin belə düşünə bilərsiniz ki, bunu sağdan sola doğru üzərini 0, 1, 2, 3 və 4 olaraq nömrələyib onluq say sisteminə keçib, sonra 5-lik say sisteminə keçmək lazımdır. Bu təbii ki, imtahanda sizin vaxtınızı çox aparacaq. 25 5 ola bilər. Məsələn, 16 2 ola bilər, 8 2 ola bilər. Bunlar nə deməkdir? Tutaq ki, say sistemi verilir 16-lıq say sistemində, 2-likdə ifadə etməliyik, 8-likdə verilir, 2-likdə ifadə etməliyik. Eyni qayda 25-lik, 5-lik, yəni 25 nəyə bərabərdir? 5-in kvadratına bərabərdir, düzdürmü? Bəli. Biz məsələn 16-lıqdan 2-liyə keçəndə nə edirdik? 4 ayırırdıq. Nə üçün? Çünki 16 nəyə bərabər idi? 2 üstü 4 bitə bərabər idi. Bəs yaxşı, 8 özü nəyə bərabər idi? 8 özü 2 üstü 3 bitə bərabər idi. Buna görə 3 bit 3 bit biz ayırırdıq bu 8-likdən hər birini 2-lik say sisteminə keçid edirdik. İndi diqqət eləyək ki, 25 nəyə bərabərdir? 5-in kvadratına bərabərdir. Bu o deməkdir ki, 25-lik say sistemindən 5-lik say sisteminə birbaşa keçid qaydasını tətbiq edə bilərik. Onluğa keçmədən, yaxşı necə tətbiq eləyə bilərik? 25-likdən 5-liyə keçəndə hər bir simvol ayrılıqda 2 bitlə ifadə ediləcək. Niyə? Çünki 25 özü 5-in kvadratına bərabər. Burada tək-tək götürəcəyik. 5, 0, soldan sağa doğru götürürük. 5, 0, 5, 0, 5. Bunların hər biri. İndi baxın, 5 25-lik say sistemindədir, düzdürmü? Bu onsuz da onluqda elə 5 ifadə edir bizə. 5-in özü 5-lik say sisteminə nəyə bərabərdir? Bir dəfə yerləşir. 1-i 5-ə vurduq 5, burada qaldı 0. Cavabları nə edirdik? Sağdan sola doğru götürürdük. Bu oldu 1, 0, 5-likdə. Hər bir rəqəm 2 bitlə ifadə edilməlidir. Ona görə 0-ın özünü 2 ədəd 0-la əvəz edirik. 5-i artıq yoxlamırıq. Niyə? Çünki burada ilk yerdə artıq yer dəyişməsini etmişik. Sıradakı olacaq burada 0, 0. Bu da olacaq yenə də 1, 0 və 5-likdə. Aldığımız cavabları ardıcıl olaraq düzmək lazımdır. Birincidən başlayırıq 1, 0. İkinciyə baxıram 0, 0. Üçüncüyə baxıram 1, 0. Dördüncüyə baxıram 0, 0. Beşinciyə baxıram 1, 0 və indeksində 5-i qeyd etməliyik. Hansı variant oldu? Düzgün variantımız B variantı oldu. Kanalımızı izləməyi, videolarımıza fikirlərinizi yazmağı, yaxud da sizə maraqlı olan hər hansısa bir mövzu varsa, bununla şərh bölməsinə qeyd edərək həmin mövzu ilə bağlı test izahları istəməyiniz bizim üçün xoşdur. Onu da qeyd edim ki, bizim əyani və onlayn dərslərimiz mövcuddur. Bu dərslərdə iştirak etmək üçün 051 313 03 47 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, sağlıqla qalın.